Müəllimlər, gəlin biz sizlə 9-cu sinifin 3-cü mövzusu olan ev heyvanlarına və quşları üçün yeni tədarükü texnologiyası mövzusu haqqında danışmağa. Belə ki, biz ev quşları kimi toyuq, hinduşka, ördək, qaz, gövşəyən heyvan kimi inək, qoyun, keçi, camışı bəsləyirik. Və onlar müxtəlif qidalarla bəslənirlər. Belə ki, gövşəyən ev heyvanları üçün yemin hazırlanması, tədarük texnologiyası müəyyən mərhələdən keçir. Ev heyvanları üçün ən yaxşı istifadə olunan yem silosdur. Silosun hazırlanması çox sadədir. Belə ki, bunun üçün 100-500 litr olan hermetik, yəni çip bağlanmış bir qab götürülməlidir və bunun üçün biz dəmir beton halqalardan, taxta qəliblərdən istifadə edə bilərik. Belə ki, silosun keyfiyyəti də qablaşdırılmanın sıxlığından, hermetikliyindən asılıdır. Yəni çip bağlanmalıdır, hava girməməlidir. Və deməli bitkidən olan xam malı daha sıx qablaşdırmaq üçün onu mütləq doğramaq lazımdır. Doğranmış kütlə asan hamarlanmalı, yaxşı çipləşməlidir. Və kütlə nə qədər sıx qablaşdırılsa, yem bir o qədər keyfiyyətli olacaqdır. İri buynuzlu malqara üçün silos hazırlayarkən istənilən otdan, eyni zamanda alaq otlarından istifadə edilə bilər. Belə ki, bu kütlə xırda doğranmalıdır, döyəclənib bərkidilməlidir. 100 kiloqram çəkisi olan hər bir inəyə hər yemləmədə 3-5 kiloqram olmaqla sutka ərzində 15-18 kiloqram silos verilməlidir. Silos 1 və yaxud da ki 3 aya hazırlana bilər. Yaxşı hazırlanmış silos qızardılmış çörək və alma ətri verir. Rəngi sarımtıl yaşıldan tünd qəhvəyə qədər dəyişə bilir. Əgər silosdan sirkə qoxusu gəlirsə, kəskin amoniak, peyin qoxusu gəlirsə, rəngi yaşıl və ya çirkli yaşıl rəngdədirsə, deməli o artıq korlanıb yeməli deyildir. Və deməli silos qalıqlarından təmizlənmək üçün qabları sönmüş əhəng məhlulu ilə dezinfeksiya etmək lazımdır. Və quşlar üçün necə yem tədarük edilir? Belə ki, quşlar üçün yem kimi bunlar verilə bilər. Taxıl və ya taxıl qalıqları deyən zaman yulaf, darı, buğda, çovdar, arpa, qarğıdalı, noxud, mərcidən istifadə edilir. Texniki istehsal qalıqları deyən zaman artıq şirəsi çıxarılan bitkilər bura daxildir. Belə ki, buğda yarması, dəyirman tullantıları, qurudulmuş çuğundur cecəsi, bitki cecəsi, şurot daxildir. Heyvan yemləri isə üzü yığılmış süddür, ayrandır, ət və ət sümüyü unu, balıq unu, sağlam heyvanın qanı, böcək, tırtıl və digər ziyanvericilər və torpaq soxulcanları bura daxildir. Vitaminli və şirəli kökləri isə çoxdur. Belə ki, burada bütün bitkilər demək olar ki, öz əksini tapıb. Gicitgən, yonca, qara yonca, yem kələmi, qırmızı kök, silos, ot və otovoncusu, çuğundur, turp, şalğam, kartof, kələm yarpağı, çahı, ispanaq, zəncir otu, küknar və şam ağacının iynə yarpaqlıları, quş armudu, qızıl ağac, ağca qovaq, fındıq, sarı akasiya, qovaq, göyrüş, söyüd, toz ağacı ağaclarının yarpaqları daxildir. Mineral yemlər deyən zaman adətən ağ rəngi nəzərdə tutun, ağ rənglə yadda saxlayın. Bura sönmüş əhəng, təbaşir, yumurta qabığı, balıq qulağı, sümük unu, çınqıl, xörək dusu daxildir. Bir dənə qara olan ağac kömürüdür. Silos təzə göyərtinin və başqa vitaminli yemlərin tədarük edilməsi, uzun müddət saxlanılması üsullarından biridir. Və belə ki, silos quşların qida rasionu üçün qiymətli komponentdir. Komponent də nədir? Bir şeyin əsas tərkib hissəsidir. Silos üçün yaxşı xam mal müxtəlif dənli bitkilərdən, kələm, çuğundur, kök yarpaqları, qarğıdalı hesab olunur. Paxlalı otlar isə hansı ki yonca, qara yonca, yem paxlalları, həmçinin təzə gicitkən pis siloslaşır. Konservləşdirməni yaxşılaşdırmaq üçün onlara karbohidratlarla zəngin bitkilər, qırmızı kök, şəkər çuğunduru, paxlalı bitkilər əlavə edilir. Silosun keyfiyyəti siloslaşdırılan bitkilərin inkişaf mərhələsindən, rütubətliyindən asılıdır. Belə ki, dənli bitkilər sümbüllənmənin əvvəlində, paxlallar qönçələmədə, qarğıdalının yaşıl kütləsi sübürkə atmada, qarğıdalı qıçaları südlü sarıya çalan ilkin yetişmə zamanı siloslaşmalıdır. Quşlar üçün silosun tədarük edilməsində əsas tələb xam malın 0,5 sm ölçüdə doğranmasıdır. Ev quşlarına silos müəyyən miqdarda verilir.
Toyuqlara 20-25 qram, Hind toyuğuna 35-50 qram, qaz ördəyə 250-300 qram verilir. Məsələ şəklində qoya bilər. Məsələn, qoya bilər ki, 7 günə toyuğa, nə bilim 10 günə Hind toyuğuna, 20 günə qaz və ördəyə maksimum neçə qram belə deyim də silos verilir. Maksimum desə 20-25-in ortasında 25-i götürməlisiniz. 35-50-nin ortasında 50-ni, 250-300-də isə 300-ü götürməlisiniz. Maksimum deyən zaman çoxu götürəcəksiniz. Hansı ki, tutalım deyir ki, toyuq neçə günə, 7 günə nə qədər silos yeyir? Bu zaman 25-i vurursunuz 7-yə, 50-ni vurursunuz 7-yə, 300-ü vurursunuz 7-yə. Bu şəkildə minimum deyən zaman azları götürürsünüz, maksimum deyən zaman çoxları götürürsünüz. Deməli, amma köhnə kitabda var ki, müəllimlər, gövşəyən heyvanlar üçün silos 1 sm ölçüdə doğranır və eyni zamanda küknardır, şamdan alınmış cövhər daha faydalı hesab edilir və 1 kiloqram iynə yarpaqlıdan 3-4 litr cövhər alınmalıdır. 100 ml iynə yarpaqlıda 26,4-35,2 ml vitamin mövcuddur. Bəs quru ot nədir? Quru ot həyətyanı təsərrüfat şəraitində paxlalı və dənli bitkilərdən, yabanı otlardan, hansı ki təzə cicitçəndən, sirçandan, müxtəlif otlardan, vitaminli quru otdan qış vaxtı çox keyfiyyətli yem hesab olunur. Paxlalılar çiçək açmadan öncə hələ qönçələmə başlayanda tərkibi vitamin və karbohidratlarla zəngin olduğu zaman biçilməlidir. Və quru ot artıq şıldamağa başlayanda onu qurtarmaq lazımdır. Cücələr üçün quru ot çiçəkləmədən əvvəl biçilən paxlalı bitkilərdən hazırlanır. Quru ot deməli, qaranlıq, quru yerdə saxlanmalıdır. Və yaşıl un nədir? Yaşıl un may-iyun ayında hazırlanır. Təzə cicitçən, zəncirotunun yarpaqları qırmızı yoncadan hazırlanır və onların tərkibi B, Y qrup vitaminləri ilə zəngindir. Zəncirotunun sütül yarpaqları, cicitçəni və qırmızı yoncanı şirəli zoğlarını günəş şüaları altında, sonra isə mətbəx sobasının tavasında zəif odda qurutmaq lazımdır. Yaşıl un bağlı karton qutularda qaranlıq və quru şəraitdə, əsasən sərin yerdə saxlanması daha məqsədə uyğun olar. Burada da müəllimlər söz yığını çoxdur. Əsas lazım olan hissələri mən sizə danışdım. Diqqətlə qulaq asın. Uğurlar hər kəsə. Bəyənib, abunə olub, rəy bildirməyi unutmayın.